Bugün izah edəcəyimiz mövzu Respublikamızın abrazion düzənlikləridir. Abrazion düzənliklər dəniz dalğalarının təsiri nəticəsində formalaşan düzənliklər hesab olunur. Bu prosesə də abraziya prosesi deyilir. Abrazion düzənliklərimiz əsasən Xəzər dənizi sahilində yerləşir. Respublikamızın şimal-şərq hissəsində yerləşən Samur dəvəçi ovalığı 4-cü dövrün çökmə mənşəli suxurlarının yayıldığı ərazilərdən hesab edilir. Samur dəvəçi ovalığı Ön Qafqaz tektonik çökməsinə aiddir. Burada əsasən qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılmışdır. Yaşma düzü Respublikamızın Böyük Qafqaz tektonik qalxmasında yerləşən abrazion düzənliklərindəndir. Yaşma düzündə əsasən Neogen və Tabaşir dövrünün suxurları yayılmışdır. Yaşma düzü Samur dəvəçi düzənliyində olduğu kimi qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipində yerləşir. Respublikamızda digər abrazion düzənliklərindən biri də Cənub-Şərqi Şirvan düzüdür. Cənub-Şərqi Şirvan düzü Kür çökməsi tektonik zonasına aiddir. Cənub-Şərqi Şirvan düzü Kür çayının sol sahilində yerləşən, həmçinin palçıq vulkanlarının da mövcud olduğu düzənliklərdən hesab edilir. Digər abrazion düzənliyimiz Lənkəran ovalığıdır. Lənkəran ovalığı Kür tektonik çökməsinə aiddir. Lakin yayı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Lənkəran ovalığı digər abrazion düzənliklərdən ən böyük fərqi odur ki, burada yarımsəhra quru çöl iqlim tipi yox, yayı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Amma digər 3 düzənliyimizdə, yəni həm Samur dəvəçi ovalığı, həm Yaşma düzü, həm də Cənub-Şərqi Şirvan düzündə qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılmışdır. Qeyd edək ki, Cənub-Şərqi Şirvanda həmçinin palçıq vulkanları da yerləşir.